Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər, əziz kanalımıza daminatçıları xoş gördük. Hər birinizi bu günləri Gənclikdə Bakı Zooparkının və yeni açılmış parkın yaxınlığında Green Park yaşayış kompleksində 3 otaqlı, tam əşyalı və təmirli bir mənzil təqdim edəcəm. Giriş qapımızı görməkdəsiniz. Giriş qapıdan daxil olduqda belə bir dəhliz hissə bizi qarşılayır. Bütün otaqların giriş hissəsi dəhlizə açılır, genişdir. Dəhlizimizdə döşəmə qranit mərmər və isti döşəmədir. Sağda belə bir qardırop mebeli yığılmış şəkildədir. Burada mənzilin qonaq otağı yerləşir, mətbəxi, sanitar qovşaqlar ayrı-ayrılıqdadır. Burada 2 yataq otağımız yerləşir və əlavə olaraq da bir indi otaq kimi də istifadə edə bilərsiniz. Qardırop otağı kimi də istifadə etmək mümkündür. İlk öncə qonaq otağını göstərim sizlərə. Belə bir kvadrat sahəyə malik qonaq otağımız mövcuddur. Mənzildə gördüyünüz bütün əşyalar hamısı qalacaq, qiymətə daxildir. Qiymət haqqında da sonda məlumat verəcəm. Pəncərələr vitrin pəncərələrdir. Görürsünüz, qonaq otağını bu formadadır. Təmirli bir mənzildir. Təmirdən sonra az bir müddət yaşayış olub mənzildə cüzi kosmetik təmirə ehtiyac var. Qalan hər bir şey ideal şəkildədir. Görürsünüz bu formada. 150 kvadrat ümumi sahədən ibarətdir mənzilimiz. 13 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Bina da premium binadır. Ərazinin ən keyfiyyətli super binalarından biridir. Burada mənzilin mətbəxi yerləşir. Mətbəximiz də olduqca genişdir. Sol tərəfdə mətbəx mebeli də görürsünüz quraşdırılmış şəkildədir. Burada da gördüyünüz bütün əşyalar, texnikalar qarışıq hamısı qalacaq, qiymətə daxildir. Onu da qeyd edeyim. Mətbəx daxil olmaqla bütün otaqlarda kondisioner qoyulub. Mətbəxin də döşəməsi isti döşəmədir. Dəhliz, mətbəx və sanitar qovşaqların döşəməsi ümumilikdə isti döşəmədir. Bura tualet hissəsidir. Görürsünüz, belə bir səliqəli tualeti var burada. Daha sonra burada hamam otağı yerləşir. Burada lazımlı bütün aksesuarlarla təmin olunub. Görürsünüz. Daha sonra yataq otaqlarını göstərim sizlərə. Burada birinci yataq otağımız yerləşir. Kifayət qədər genişdir. Qarşısında eyvan yerləşir və eyvandan çox gözəl panorama mövcuddur. Onu da sizlərə göstərəcəm. Baxın, dəyərli izləyicilər, mənzilin eyvanıdır. Hər iki yataq otağından keçmək mümkündür. Və parka gözəl açılan mənzərə var. Binanın həyətini görürsünüz bu formada. Daha sonra keçək digər yataq otağını göstərim sizə. Burada da mənzilin ikinci yataq otağı yerləşir. Əsas yataq otağımızdır, valideyn yataq otağıdır. Təmirlidir. Az öncə göstərdiyim eyvana buradan da keçmək mümkündür. Onu da qeyd edeyim, bütün otaqlarda kondisioner mövcuddur, mətbəx və dəhliz də daxil olmaqla burada da bir dənə kondisioner quraşdırılıb. Son olaraqsa burada belə bir otaq var. İstəsəniz uşaq otağı kimi, istəsəniz qardırop otağı kimi istifadə etmək mümkündür. İçi genişdir, görürsünüz bu formadadır. Mənzil haqqında ümumi məlumat verim. Mənzilimiz yerləşir Gənclikdə Bakı Zooparkının və yeni açılmış parkın yaxınlığında Green Park yaşayış kompleksində 13 mərtəbəli binanın 6-cı mərtəbəsində qanuni 3 otaq 150 kvadrat ümumi sahədən ibarətdir. Sənədlər tam qaydasındadır. Kupça çıxarış mövcuddur, əldədir. Premium binadır. Ərazinin ən keyfiyyətli binalarından biridir. Həm infrastruktur cəhətdən, həm kontingent cəhətdən çox gözəl bir ərazidir. Mənzilin qiyməti 579 min manat. Start qiymətdir. Real alıcıya mənzilə baxdıqdan sonra endirim nəzərdə tutulub. Açarlar bizdədir. Günün istənilən vaxtı mənzilə baxış keçirtmək mümkündür. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.